Adım Mətin, 21 yaşım var. Bakalavr təhsilimi Azərbaycan İqtisad Universitetinin Biznesin İdarə Edilməsi fakültəsində oxumuşam. Gənc yaşlarımdan xarici təhsilə böyük marağım var idi və xarici təhsil almaq istirdim, xüsusən də magistr təhsilimi. Təxminən 2022-ci ildə ilk dəfə Edumax-la tanış oldum. Burada Ramazan bəyin yanına gəlib ilk konsultasiyamı elədim. Düzdür, o vaxtı tamam başqa məqsədlər, tamam başqa ölkə, tamam başqa ixtisasa marağım var idi. Biz daim əlaqədə idik və son 4-cü kurs ilimdə artıq mən həm IELTS-a gedirdim, amma IELTS-a gedərkən artıq danışmışdım ki, IELTS göstəricimlə Edumax-a gəlib buradan xaricə öz sənədlərimi göndərəcəm. Gəldikdə ilk göstəricim 6-5 idi. Sadəcə axır sonuncu konsultasiya zamanı biz danışdıq ki, bu göstərici Almaniya üçün tam kifayət deyil. Ona görə Edumax-da bəzi göstəricilərimi biraz da artıraraq bütöv overall band skorumu 7 edərək artıq Almaniyaya sənəd göndərdik. Sənədlərimi göndərdikdən sonra artıq Almaniyanın kökənli universitetlərindən biri olan Christian Albertin adını daşıyan Kiel Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul oldum və qəbul olmağımda ilk öncə Edumax-ın bütün əməkdaşlarının, bütün sənədlərimlə məşğul olan, qəbul prosesimdə məşğul olan və qəbuldan sonra mənə yardım olan bütün əməkdaşlara təşəkkürümü bildirmək istəyirəm. Siz də əgər əlinizdə qayçı ilə mənim yerimdə olmaq istəyirsinizsə, qısaca çox qəşəng olar. Edumax-a müraciət edə bilərsiniz.